Necə ki, Allah Resulü sallallahu aleyhi ve sellem gecə namazını açdığı zaman Allaha belə dua edərdi. Allahümme lekəl hamd ente qayyimus semavati vel ardı ve men fihin ve lekəl hamd ente nurus semavati vel ardı ve men fihin ve lekəl hamd ente melikus semavati vel ardı ve men fihin. Allahım, həmd yalnız sənədir. Sən göyləri və orada olanların qəyyumusan. Həmd yalnız sənədir, göylərin və yerin, onlarda olanların səltənəti sənə məxsusdur. Həmd yalnız sənədir, sən göylərin və yerin və onlarda olanların nurusan. Həmd yalnız sənədir, sən göylərin və yerin hökmdarısan. Və sonra isə duanın davamında yenə Allah Resulü sallallahu aleyhi ve sellem buyurur: وَلَكَ الْحَمْدْ أَنْتَ الْحَقِّ وَوَعْدُكَ الْحَقِّ وَقَوْلُكَ الْحَقِّ وَلِقَاؤُكَ حَقٌّ وَالْجَنَّةُ حَقٌّ وَالنَّارُ حَقٌّ وَالنَّبِيُّونَ حَقٌّ وَمُحَمَّدٌ صلى الله عليه وسلم حق والساعة حق اللهم لك أسلمت وبك آمنت وعليك توكلت وإليك أنبت وبك خاصمت وإليك حاكمت. Və sonra Allah Resulü sallallahu aleyhi ve sellem buyurur: Həmd yalnız sənədir, sən haqsan, verdiyin vəd haqdır, sənə qovuşmaq haqdır, dediyin söz haqdır, cənnət haqdır, cəhənnəm haqdır, peyğəmbərlər haqdır, Muhammed sallallahu aleyhi ve sellem haqdır, qiyamət saati haqdır. Allahım, sənə təslim oldum, sənə iman gətirdim, sənə təvəkkül etdim və tövbə edib sənə döndüm. Və sonra isə duanın davamında yenə buyurur: Fəğfir li mə qaddəmtu və mə əxxartu və mə əsrartu və mə ələnt, əntəl müqəddəm və əntəl müəxxiru, la iləhə illə ənt. Və buyurur ki, Allahım, əvvəl etdiyim, sonra edəcəyim və gizlin saxladığım və üzə çıxartdığım pis əməllərimi bağışla. Əvvələ çəkən də sənsən, təxirə salan da sənsən, ibadətə layiq məbud yalnız sənsən, səndən başqa ibadətə layiq olan məbud yoxdur. Və keçən dərsimizdə təbii ki, duanın 4 hissəsini keçdik və müxtəsər olaraq və qısa təsəvvür yaransın deyə keçən mövzudan, yəni bəzi mühüm faydaları deyək. Birincisi demişdik ki, keçən dərs həmd yalnız Allaha məxsusdur və həmdin mənası da sevgi və tərif deməkdir. Və sonra isə dedik ki, Allah qəyyumdur, yəni göyləri və yerləri ayaqda tutan odur və bu da Allahın zənginliyini sübut edir. Və Allahın zənginliyi də 2 növ olur demişdik. Bir var Allahın özlüyündə zəngin olması və başqalarını ayaqda tutması və ikinci isə məxluqları idarə etməsində olan zənginliyi və üçüncü isə duanın 3-cü tərəfində isə dedik ki, nurdan danışdıq və dedik ki, bu Allahın nurunun olmasının isbatıdır bu dua və həmçinin dedik ki, nur 2 növdür. Bir var hissi nur, bir də var mənəvi nur. Hissi nur odur ki, Allahın üzünün nuru, hansı ki o örtüyün altındadır. Həmən nur onun gözünün gördüyü yerə qədər hamısını yandırar. Mənəvi nur isə o idi ki, Allahın övliyalarının, peyğəmbərlərinin qəlbinə qoyduğu nur, o nur da Allaha sevgi və onu tanımaq nurudur. Və duanın 4-cü tərəfi və keçən dərsimizdə sonuncu hissə isə Allahın mülkü haqqında danışdı və dedi ki, hər bir mülk Allaha məxsusdur və heç bir kəsin o mülkdə zərrə qədər də olsa payı yoxdur. Bugün isə Allahın izni ilə duanın yəni 2-ci hissəsinə keçid alacaq inşallah. Deməli, Allah Resulü sallallahu aleyhi ve sellem buyurur ki, وَلَكَ الْحَمْدْ أَنْتَ الْحَقِّ Həmd yalnız sənədir, sən haqsan. Haqq Allah Subhanahu wa Ta'ala'nın yəni adlarından, gözəl adlarından biridir. Yəni mənası odur ki, yəni heç bir şək, heç bir şübhə olmayan, nə zatında, nə ad və sifətlərində, nə onun rububiyyətində, nə uluhiyyətində. İbadətə yəni yalnız, yəni haqqı olan yalnız Allah Subhanahu wa Ta'ala'dır. Qeyrilərinin bunda heç bir haqqı yoxdur. Və həmçinin Allah haqdır ad və sifətlərində, sözlərində və feillərində və qoyduğu dində, göndərdiyi xəbərlərdə və vədində və onunla görüş barəsində o haqdır. Və ona görə də bu şeyləri insan bilə-bilə Allahdan qeyrisinə ibadət etməməli, Allaha heç bir kəsi şərik qoşmamalı. Çünki ibadətə layiq olan və haqqı ilə ibadət ediləsə yalnız Allah Subhanahu wa Ta'aladır. Çünki Allah Subhanahu wa Ta'ala buyurur ki, ذَلَكَ بِأَنَّ اللّٰهُ هُوَ الْحَقِّ وَأَنَّ مَا يَدْعُونَ مِنْ دُونِهِ هُوَ الْبَاطِلِ وَأَنَّ اللّٰهُ هُوَ الْعَلِيُّ الْكَبِيرِ Bu belədir. Həqiqətən də haqq Allahdandır
və həqiqətən də sizin Allahdan qeyri-ibadət etdikləriniz isə batildir və Allah doğrudan ucadır və böyükdür. Allah subhanahu wa ta'ala başqa bir ayədə buyurur ki, Ləhu də'vatul haqq vəl-ləzīne yəd'unə min dunihi lə yəstəcibunə ləhum bi şeyin illə kəbəsiti kəffeyhi illəl-mə'i liyəbluğa fəhu və mə huvə bibəliğihi və mə dua'ul kəfirinə illə fi daləl. Allah subhanahu wa ta'ala buyurur, haqq çağırış yalnız onadır. Ondan başqa çağırdıqları isə onlara heç bir şeyə cavab vermirlər. Onlar ağzına su satsın deyə uzaqdan iki ovucunu suya açan kimsəyə bənzəyirlər. Halbuki o kimsə suyu ovuclayıb içməyincə su onun ağzına çatan deyildir. Doğrusu kafirlərin duası azğınlıqdan başqa bir şey deyildir. Baxın, Allah subhanahu wa ta'ala burada Allahdan qeyrilən ibadət edənlərin misalını necə çəkir? O kəslər ki, onlar yəni bir kəs susuzundan yanır, boğazı quruyur, lakin ondan bir neçə metr yəni irəlidə çay var, şirin bir çay var. Lakin o həmən bu uzaqlıqdan əlini açır ki, həmən çaydan su içsin. Bu da təbii ki, qeyri-mümkün olan bir şeydir. Qeyri-mümkün olan bir şeydir. Ona görə də Allahdan qeyrilərinə sığınanların misalı da budur. Ki, yalnız bu şeyə ibadətə Allah layiqdir və o qadirdir. Bu da təbii ki, insanların, yəni bəzi insanların fəhminin zəif olmasından və həmçinin də ağıllarının bu şeyi dərk etməməsindən irəli gəlir ki, ona görə də insanlar bu haqq yoldan azıblar. Və sonra isə Allah Resulü sallallahu aleyhi ve sellem duasında buyurur ki, وَوَعْدُكَ الْحَقِّ Həqiqətən sənin vədin haqdır. Allah subhanahu wa ta'ala vədində sadiq olandır. Allah vədinə heç vaxt xilaf çıxmaz və Allah subhanahu wa ta'ala öz dostlarına, öz seçdiyi insanlara vəd verib ki, onlara qiyamət günü hədiyyələr verəcək və onları öz cənnəti ilə müjdələyəcək. Bu Allahın vədidir. Allah heç vaxt buna xilaf çıxmaz. Necə ki, Allah subhanahu wa ta'ala buyurur ki, وَالَّذِينَ آمَنُوا وَعَمِلُوا الصَّالِحَاتِ سَنَدْخِلُهُم جَنَّاتٍ تَجْرِي مِن تَحْتِهَا الْأَنْهَارُ خَالِدِينَ فِيهَا أَبَدًا وَعَدَ اللَّهُ حَقٌّ وَمَنْ أَصْدَقُ مِنَ اللَّهِ قِيلًا. Allah subhanahu wa ta'ala buyurur, Allaha iman gətirənlər və yaxşı əməl işləyənləri biz ağacları altından çaylar olan cənnətlərə daxil edəcəyik. Həqiqətən onlar orada əbədi qalacaqlar və Allah subhanahu wa ta'ala buyurur ki, Allahın vədi haqdır və Allahdan daha doğru danışan kim ola bilər? Allahın vədi həqiqətən haqdır. Necə ki, Allah subhanahu wa ta'ala başqa bir ayədə buyurur ki, وَعَدَ La yuxlifullahu va'dahu velakinne ektheren nasi la ya'lemun. Bu Allahın vədidir. Allah vədinə xilaf çıxmaz. O vədinə xilaf çıxmır, lakin insanların çoxu bunu bilmir. Və ağıl sahiblərinin etdiyi dualardan biri isə onlar belə dua edərlər. Necə ki, Allah subhanahu wa ta'ala Əl-İmran surasında buyurur ki, Rabbena inneke cami'un nase li yawmin la rayba fih, innallaha la yuxliful mi'ad. Ey Rəbbimiz, həqiqətən sən şək şübhəsi olmayan bir gün insanları orada cəm edəcəksən. Həqiqətən də sən vədinə xilaf çıxan deyilsən. Onların başqa bir dualarından onlar belə buyurarlar. Rabbena və ətinə mə vəəddtənə alə rusulikə və la tuxzinə yevməl qiyamə innəkə la tuxliful mi'ad. Onlar buyururlar ki, ey Rəbbimiz, öz elçilərinin vasitəsilə bizə vəd etdiklərini ver və qiyamət günü bizi rüsvay etmə. Şübhəsiz ki, sən vədindən dönməzsən. Həmçinin və sonra isə dedik ki, Allahın və qavlukəl haqq. Necə ki, Allah Resulü sallallahu aleyhi ve sellem duada buyurur ki, həqiqətən sənin sözün haqdır. Yəni, sənin sözündə batil yoxdur. Necə ki, Allah buyurur, Əl-haqqu min rabbikə fələ təkunənnə minəl mumtərin. Həqiqətən, haqq sənin Rəbbindəndir. Odur ki, şübhə edənlərdən olma. Həmçinin Allah başqa bir ayədə öz kitabı haqqında buyurur, Əfələ yətədəbbərunəl Qur'an və ləv kənə min əndə qeyrilləhi ləvəcədu fihi ixtilafən kəthira. Məgər onlar Qur'anı düşünmürlərmi? Əgər Qur'an başqaları tərəfindən olsaydı, onlar o zaman o kitabda çoxlu ziddiyyətlər tapardılar, çoxlu ixtilaflar tapardılar. Həqiqətən Allahın sözü haqdır, onda heç bir batil yoxdur. Mən Allahın sözü batildən münəzzəhdir və uzaqdır.
müsəlmanın etiqadı olmalıdır ki, həqiqətən də Allahın Rəsulunun sözünü və Allah Subhanahu wa Ta'ala'nın sözünü heç kəslə tay tutmaq olmaz. Həqiqətən onların sözləri ən əzəmətli sözlərdir, ən şərəfli sözlərdir. Və baxın duada Allah Resulü sallallahu aleyhi ve sellem buyurur ki, Entəl haqq və va'dukəl haqq və qavlukəl haqq. Haqq kəlməsinin əvvəlində əlifləm hərflərinin gəlməsi onu göstərir ki, bu sifətin nə qədər əzəmətli olduğunu göstərir və bu sifətə yalnız Allahın haqlı olduğunu bizlərə bəyan edir. Həmçinin 7-ci isə Allah Resulü sallallahu aleyhi ve sellem buyurur ki, وَلِقَاءُكَ haqq, səninlə görüş haqdır. Həqiqətən də əzəmətli bir, yəni bu dua əzəmətli duadır və həqiqətən də bu etiqad məsələsində mühüm olan bir şeylərdən biridir Allahla görüş məsələsi. Ona görə müsəlman, mömin daimən beynində, zehnində saxlamalıdır ki, o Allahla görüşəcək və bu dünya fani bir dünyadır. Necə ki Allah Subhanahu wa Ta'ala buyurur ki, وَاتَّقُوا وَعْلَمُوا أَنَّكُمْ مُلَاقُوهُ. Allahdan qorxma, bilin ki, siz onunla görüşəcəksiniz. Allah Subhanahu wa Ta'ala həmçinin cənnət əhli haqqında buyurur ki, تَحِيَّتْهُمْ يَوْمَ يَلْقَوْنَهُ سَلَامٌ. Möminlərin ona qovuşacaqları gün xeyir duaları salam olacaqdır. Ona görə müsəlman çalışmalıdır ki, bu möhkəm, sağlam əqidə üzərində olsun həmişə və bilsin ki, Allah Subhanahu wa Ta'ala'nın önündə duracaq. Allahın qarşısında duracaq. Necə ki Allah Subhanahu wa Ta'ala buyurur ki, فَمَنْ كَانَ يَرْجُوا لِقَاءَ رَبِّهِ فَلْيَعْمَلْ عَمَلًا صَالِحًا وَلَا يُشْرِكْ بِعِبَادَةِ رَبِّهِ أَحَدًا. Kim əgər Rəbbi ilə qarşılaşacağına ümid bəsləyirsə, yaxşı əməllər görsün, yaxşı işlər görsün, ona heç bir şey şərik qoşmasın. Yaxşı əməl, salih əməl o əməldir ki, Allahın qoyduğu şəriətə muvafiq əməldir və bu əməli etdiyi zaman Allah heç bir şərik qoşmur. Ümumən, əməlin qəbul olunmasında iki şey var, iki rükun var. Birinci odur ki, bu əməl Allah üçün olmalı və bu əməldə ixlaslı olmaq. İkinci isə mütəbəə, Allah Resulü sallallahu aleyhi ve sellem sünnəsinə tabiçilik olmalıdır. Ona görə müsəlman bu şeyləri etdiyi zaman əgər əməl bu iki şeydən biri yoxdursa, o zaman o əməl məqbul əməl deyil. Əməlin qəbul olunmasında, əməlin yerinə yetirilməsi üçün iki şey lazımdır. İxlaslı olmaq və bir də bu əməldə Allah Resulü sallallahu aleyhi ve sellemə tabiçilik. Və həqiqətən də, yəni, bunlar bizə onu sübut edir ki, insanın Allahla görüşünün olması və buna etiqad etməsi onu bizlərə bəyan edir ki, insan həqiqətən o gün üçün hazırlaşır və yaxşı əməllər görməyə çalışır. Çünki bu əməllər qiyamət üçün onun üçün bir azuq olacaq. Və həmçinin də yəni, bu şeyə etiqad etmək insanı gözəl səmərə əldə etməsi üçün bir vasitədir və sonda isə insanın cənnətlə mükafatlanmasıdır və gözəl aqibətlə mükafatlanmasıdır. Ona görə insan əgər Allaha iman gətirirsə, yaxşı işlər görməli və pis və murdar əməllərdən uzaq durmalıdır. Həmçinin necə ki Allah Subhanahu wa Ta'ala yaxşı işlər görüb, sonunda mükafatları cənnət olanlar haqqında buyurur ki, قالوا إنا كنا قبل في أهلنا مشفقين فمن الله علينا ووقانا عذاب السموم. Allah buyurur, onlar deyəcəklər, biz əvvəllər ailəmiz içində olarkən Allahdan qorxurduq. Allah da bizə mərhəmət göstərdi və bizi qızmar yel əzabından qorudu və onları, yəni cəhənnəm əzabından qorudu və onlara kitabları sağ əllərinə verildiyi zaman onlar deyəcəklər ki, İnni zanantu anni mulaqin hisabiyyə. Mən bilirdim ki, etdiklərimin hesabına qovuşacağam. Ona görə də Allah Subhanahu wa Ta'ala onları, yaxşı əməl görənləri utanverici və rüsvayçılıq günündə onları cənnətlə müjdələyir və onlara uğur nəsib edir. Və sonra isə duanın 8-ci və 9-cu hissəsində Allah Resulü sallallahu aleyhi ve sellem buyurur ki, وَالْجَنَّةُ حَقٌّ وَالنَّارُ حَقٌّ. Cənnət də haqdır və cəhənnəm də haqdır. Bu, onu göstərir ki, biz cənnət və cəhənnəmə iman gətirmişik və həqiqətən də Allah Subhanahu wa Ta'ala
bu şeyləri öz kitabında bizlərə vəsf eləyib. Möminləri cənnətlə, kafirləri isə cəhənnəmlə hədələyib. Necə ki, Allah buyurur, وَعَدَ اللّٰهِ الْمُؤْمِنِينَ وَالْمُؤْمِنَاتِ جَنَّاتٍ تَجْرِي مِنْ تَحْتِهَا الْأَنْهَارِ خَالِدِينَ فِيهَا وَمَسَاكِينَ طَيِّبَةً فِي جَنَّاتِ عَدْنٍ وَرِضْوَانٌ مِنَ اللّٰهِ أَكْبَرُ ذَٰلِكَ هُوَ الْفَوْزُ الْعَظِيمُ. Allah Azze ve Celle buyurur, Allah mümin kişilərə və mümin qadınlara ağızları altında çaylar axan, içində əbədi qalacaqları cənnət bağları və ədin bağlarında gözəl məskənlər vermişdir. Allahın razılığı isə daha böyükdür, bu böyük uğurdur. Bu möminlərin vəsfidir. Allah kafirlər haqqında isə buyurur, وَعَدَ اللّٰهُ الْمُنَافِقِينَ وَالْمُنَافِقَاتِ وَالْكُفَّارَ نَارَ جَهَنَّمَ خَالِدِينَ فِيهَا هِيَ حَسْبُهُمْ وَلَعَنَهُمُ اللّٰهُ وَلَهُمْ عَذَابٌ مُقِيمٌ. O gün münafiq kişilərə, münafiq qadınlara və kafirlərə içərisində əbədi qalacaqları cəhənnəm odu vəd etmişdir. Bu onlara kifayət edər, Allah onlara lənət etmişdir, onlar üçün daimi bir əzab vardır. Və cənnət və cəhənnəmin haqq olması bir neçə tərəfdən deyə bilərik ki, birinci tərəfdən odur ki, həqiqətən də biz dedik ki, cənnət və cəhənnəm, cənnət möminlər üçün və cəhənnəm isə kafirlər üçün hazırlanmışdır. Necə ki, Allah Azze ve Celle buyurur, Ya eyyuhəllədinə kəfəru la tə'tidirul yevm, innəmə tuczəvnə mə kuntum tə'amalun. Ya eyyuhəllədinə əmənu tubu idəlləhə təvbətən nasuhə, əsə rabbukum ən yukəffir ankum seyyiətikum və yudxilakum cənnətin təcri min təhtihəl ənhər. Allah Azze ve Celle buyurur, ey kafir olanlar, bu gün üzr diləməyin, siz ancaq etdiyiniz əməllərin cəzasını çəkəcəksiniz. Bu kafirlərə aiddir. Və sonrası ayənin davamında buyurur, ey iman gətirənlər, Allaha səmimi olaraq tövbə edin. Ola bilsin ki, Rəbbiniz günahlarınızdan keçsin və sizi Allah və o Peyğəmbəri və onunla birlikdə iman gətirənləri utandırmayacağı gündə ağacları altında çaylar axan cənnət bağlarına daxil etsin. Bu ikinci tərəfdən möminlərin, müsəlmanların vəsfidir. Ümumən, ayələr çoxdur. Allah Subhanahu wa Ta'ala bir çox ayələrində cənnət əhlindən danışdığı zaman ayənin digər tərəfində cəhənnəm əhlindən bəhs edir. Cəhənnəm əhlindən danışdığı zaman o birisi tərəfində də cənnət əhlindən danışır. Və sonra isə ikinci isə cənnət və cəhənnəm haqqında olan etiqadımız odur ki, cənnət və cəhənnəm hazırda da mövcuddur. Necə ki, Allah buyurur, "Uiddət lil-muttəqin." Həqiqətən o, müttəqilər üçün, Allahdan qorxanlar üçün hazırlanmışdır. Həmçinin başqa bir ayədə buyurur, "Uiddət lillezina amanu billahi və rusulihi." O, Allaha iman gətirən və Rasuluna iman gətirənlər üçün hazırlanmışdır. Həmçinin cəhənnəm haqqında buyurur, "Uiddət lil-kafirin." O, kafirlər üçün hazırlanmışdır. Həmçinin başqa ayədə buyurur, "Va'tadna limen kezzebe bis-sa'ati sa'ira." Biz o saatı yalan hesab edənlər üçün yandırıb yaxan od hazırlamışıq. Və sonra isə Allah Subhanahu wa Ta'ala və sonra isə cənnət və cəhənnəmə olan etiqadımız haqqında deyir ki, cənnət və cəhənnəmin vəsfi kitab və sünnədə mövcuddur və onlardan, dəlillərdən biri də necə ki, duada dediyimiz kimi Allah Resulü sallallahu aleyhi ve sellem buyurur, "Vəl-cənnətu haqqun." Cənnət haqqdır. Bu da təbii ki, o vəsflərin kitab və sünnədə qeyd olunan vəsflərin haqq olmasının isbatıdır və həmçində od haqqdır. Allah Resulü sallallahu aleyhi ve sellem dediyi zaman bu da onu göstərir ki, kitabda və sünnədə keçən bu vəsflər hamısı haqdır. Və həmçinin dördüncü etiqadımız isə odur ki, cənnət və cəhənnəm haqqında cənnət və cəhənnəm əbədidir. Cənnət və cəhənnəmdə yaşayanlar əbədi yaşayacaqlar və o fani deyil. Necə ki, Allah Subhanahu wa Ta'ala cənnət haqqında buyurur ki, "Xalidinə fiyhə əbədə, zəlikəl fawzul azim." Onlar orada əbədi qalacaqlar, həqiqətən də bu böyük bir mükafatdır. Həmçinin başqa bir ayədə buyurur ki, "La yəməssuhum fiyhə nasabun və ma hum minhə bimuxracin." Allah Azze ve Celle buyurur, onlara orada heç bir yorğunluq toxunmayacaq, onlar oradan çıxarılmayacaqlar. Həmçinin Allah cəhənnəm haqqında isə buyurur ki, cəhənnəmin əbədi olması haqqında buyurur ki, "İnnəllaha la'anal kafirinə və a'addə ləhum sa'ira xalidinə fiyhə." Allah kafirləri lənət etmişdir və onlara yandırıb yaxan od hazırlamışdır və onlar orada əbədi qalacaqlar. Və cənnət və cəhənnəmə
iman gətirmək, etiqad etmək, quldan onu tələb edir ki, qul cənnətə yaxınlaşdıracaq əməllər işləməli, cəhənnəmə salacaq əməllər isə işləməməlidir. Necə ki, Allah Resulü sallallahu aleyhi ve sellem daimən duasına deyərdi ki, Allahümmə inni əsəlukəl cənnətə və mə qarrabə iləyhə min qavlin əv əməl və ə'udhu bikə minən nər və mə qarrabə iləyhə min qavlin əv əməl. Necə ki, Allah Resulü sallallahu aleyhi ve sellem buyurur, Allahım, həqiqətən mən səndən cənnəti və məni cənnətə yaxınlaşdıracaq söz və əməl istəyirəm. Allahım, cəhənnəmdən və onu yaxınlaşdıracaq söz və əməldən isə sənə sığınıram. Ona görə insan, mümin əgər cənnət və cəhənnəmə etiqad edibsə və buna inanıbsa, ona vacibdir ki, o yaxşı əməllər işləsin və gözəl sözlər danışsın. Hansı ki, bu şeylər onu cənnətə yaxınlaşdırır və pis və murdar əməllərdən, mülkər əməllərdən uzaq dursun. Hansı ki, bu şeylər onu cəhənnəmə aparır.